Motivimizin çərçivəsini toxuyuruq. Çərçivəni ağ rəngdə mən sevirəm toxumağı. Deməli, gəlin elə bucağını yaratmaqdan başlayaq. Bu şəkildə başlayacağım. Forması çox korlanmasın. Deməli, belə ilmə yaradırsınız. İlk ilmə sap alırsınız. Belə barmağımızla saxlayırıq, sürüşüb dağılmasın. Deməli, istənilən bir boşluğun içinə keçirik, sap alıb çıxardırıq. Burada 3 dənə ilməmiz var. Milçənin üstündə sap alırıq, ikisini bir toxuyuruq. Və yenə sap alırıq, ikisini bir toxuyuruq. Bu da bizim bir atmalı sütunumuz, ilk bir atmalı sütunumuz. İndi 2 dənə də bir atmalı sütun toxuyuruq. Bura bu 2, bu 3. Baxın, belə bir-birlərindən aralı düşənlər belə məsafədə aralı olur, belə birləşdirin. İndi 5 dənə zəncir çəkirik, 5 dənədir də, 5 dənədir. 1, 2, 3, 4, 5 və yenə 3 dənə bir atmalı sütun həmin eyni bu bucağa toxuyuruq. 1, 2, bu da 3. Yəni, bu bizim bucağımızdır. Bütün bucaqlar belə olacaq. Və qısaca bunu böyütmək istəsəniz, daha çox sıra toxumaq istəsəniz, yenə də bucaqlar eyni cürə olacaq. İndi bucaqların arasından inirik, onu da göstərirəm. Deməli, buradan toxumalıyıq. Okay. Yox. Deməli, buradan toxuyuruq 3 dənə. Dərhal bucaqdan sonra 3 zəncir toxuyuruq araya keçmək üçün. Bura bir dənə atmasız sütun toxuyuruq. Belə. Sonra 1, 2, 3, 4, 5 zəncir toxuyuruq. Keçirik növbəti yerə. Burada yenə atmasız sütun toxuyuruq. Atmasız sütun, yəni olduğu yerdən elə bura keçirik. Sap alıb çıxardırıq. Milçənin üstündə 2 dənə ilməmiz var. Elə onları da birlikdə toxuyuruq. Bu qədər. Bu bizim atmasız sütunumuz. Yenə 5 dənə zəncir toxuyuruq. 2, 3, 4, 5 və yenə gedirik atmasız sütun toxumağa. Bura belə. Deməli, bu şəkildə. İndi 3 dənə zəncir toxuyuruq və keçirik növbəti bucağımızı yaratmağa. Burada toxuduğumuz bucağın eynisini də burada toxuyuruq. 1 sütun, 2 sütun, 3 dənə sütun, 1, 2, 3, 4, 5 dənə zəncir. Bunu biraz sürüşdürək. Və yenə 3 dənə sütun eyni bu boşluğa. 1, 2, bu da 3. Baxın, bu bizim bir dənə tərəfimizdir. Deməli, burada məntiq nədir? Bucaqlar aydındır. Deməli, bir dənə bucaqda 3 dənə bir atmalı sütun, 5 dənə zəncir, 3 dənə bir atmalı sütun toxuyuruq. Bu bütün bucaqlara şamil olunur. Bucaqdan dərhal sonra bu tərəfdə və bu tərəfdə, hər iki tərəfdən 3 zəncir məsafə toxuyaraq, deməli, 3 ədəd atmasız sütun bu başlıqlara toxuyuruq və bunların da arasında bu iki yerdə də 5 zəncir toxuyuruq. Yəni, dərhal bucaqdan sonra 3 zəncir, dərhal bucaqdan sonra 3 zəncir, bu iki qalan ortada da 5 zəncir məsafə qoyuruq. Bu bizim bir tərəfimizdir. Bunu bütün tərəflərə belə toxuyub bitiririk. İndi burada pauzanı basacağım. Sonuncu sıranın sonunda davam edək. Gəlin çərçivənin son sırasını birlikdə toxuyaq.
Deməli, bucaqdan dərhal sonra 3 dənə zəncir toxuyuruq. Bir dənə atmasız sütun bura. 5 dənə zəncir. 4, 5. Atmasız sütun. Yenə 5 dənə zəncir. Burada atmasız sütun. Və burada artıq 3 dənə zəncir. Və baxın, burada birbaşa sütundan başlamışdıq. Elə həmin sütunun başına keçirik. Sıramızı birləşdiririk. Çərçivəmizin birinci sırasını bitirdik. İndi çərçivəni bir dənə də sıra toxuyacağım. Davam eləmək eynidir. İkinci sıranı da göstərəcəm. Siz istəsəniz daha çox sıra eləyib böyüdə bilərsiniz. Məsələn, burada 2 sıra çərçivə toxumuşam. Siz ürəyiniz istəyən qədər böyüdə bilərsiniz bunu. Eyni yaradılır. Çərçivə ona görə asan olacaq. Deməli, baxın. Biz burada yenə ortadayıq. Ortadayıq da belə deyək. Biz bucağa keçib bucaqdan başlasaq məsləhətdir. Ona görə də sürüşdürmə ilməsi ilə bura sürüşüb keçək, bucağa davam edək. Deməli, bu sütunların başındakı bu hörükləri görürsünüz. Onların içinə keçərək belə bu şəkildə hərəkət edirik bucağa qarşı və nəhayət bucaqdayıq. Burada artıq 1, 2, 3 zəncir qaldırırıq və bu 3 zənciri bir dənə bir atmalı sütun kimi hesaba alırıq. İndi biz yenə bayaqki kimi bucaq yaradırıq eyni cürə. Bucağımız nədən ibarətdir? 3 dənə sütun, 5 dənə zəncir, 3 dənə sütun. İndi burada biri var sütunun, ikincisini toxuyaq. 1, bu 3, 1, 2, 3, 4, 5 dənə zəncir və yenə 3 dənə sütun. Eyni bura. 1, 2, bu da 3. Bucağımız standartdır. Bundan əvvəlki sırada dedim. Bütün sıralarda, bütün bucaqlarda eynidir. Sıradan dərhal sonra 3 dənə zəncir toxuyuruq. Və burada bu boşluğa bir dənə atmasız sütun. Yəni dərhal növbəti gələn boşluğa bir dənə atmasız sütun. Burada yenə 5 dənə zəncir, 1, 2, 3, 4, 5. Növbəti boşluğa atmasız sütun toxuyuruq. Yenə 5 dənə zəncir, 4, 5. Yenə növbəti boşluğa atmasız sütun toxuyuruq. 1, 2, 3, 4, 5. Deməli, burada yenə bir dənə atmasız sütun toxuyuruq. Baxın, bunları belə düzəltdik. İndi biz artıq bucağa toxuyacağıq deyə, bucağa yaxınlaşarkən artıq 3 zəncir toxuyuruq. Və standart olaraq bucağımızı yerləşdiririk. 1 dənə sütun, 2 dənə sütun, 3 dənə sütun, 5 dənə zəncir, 2 dənə oldu, 2, 3, 4, 5 və yenə 3 dənə sütun bura yerləşdiririk. 1, 2, 3. Deməli, aşağıdakı elədiyimiz kimi, ilk çərçivə sırasında elədiyimiz kimi burada da eyni şey eləyirik.
Bucaqlarımız eynidir. Bucaqlardan dərhal sonra araya, bu tərəfə, elə bil bu sıranı, bucaqlar arasındakı sıranı toxuyarkən bucaqdan dərhal sonra 3 dənə zəncir toxuyuruq hər iki tərəfdə. Qalan hissələrdə isə hamısı 5-5 zəncirlərdir. Bu da əvvəlki kimi. Burada pauzanı basacağım. Sıranın sonunda görüşərik. Bir vacib qeyd eləməyi yadımdan çıxartdım qızlar. Baxın, burada mən bu sütunları eləcə boşluğa özünə keçirtdim, toxudum. Bu tərzdə belə keçib toxuyuram sadəcə boşluğa. Düzdür? Bu indi yarnar cins sapı sürüşkən deyil, rahat sap olduğuna görə bunu belə eləmək olur. Amma əgər sapınız sürüşkəndirsə, belə eləmək olar. Baxın, bu məsafələrdə neçə dənə boşluq qoymuşuq. Baxın, bu bucaqdan dərhal sonra gələn 3 dənə zəncir qoymuşuq. Bu 3 dənə zəncirin ən ortası, ortadakı zəncirin içinə keçib, həmin bu atması sütunu ora bərkidə bilərik bu şəkildə. Belə. Davam edək. 1, 2, 3, 4, 5. Sonra burada artıq 5 dənə zəncirimiz var. Onun da lap ortaki 3-cü zəncirinin içinə belə keçib, bunu belə bərkidə bilərik. Nəyə görə? Çünki baxın, bu hissədə belə eləmişəm, bu indi durub yerində stabil. Amma sap sürüşkəndirsə bu tərəfə, o tərəf, bu tərəf sağa sola tərpənəcək, simetriya itəcəkdir. Yəni motivin səliqəsi itəcək. Bunu nəzərə alın özünüz üçün. Belə, indi davam edək, bitirək, az qalıb. Yox, az qalmayıb, okey. Gəlin, mən yenə pauzaya basım. Vaxt çərçivəsini keçməyək. Sıramızı bitiririk nəhayət ki. Son 3 dənə zəncir. Və baxın, burada 3 dənə zəncirlə başlamışdıq. Həmin onun ən yuxarı 3-cüsünün içinə keçirik. Sıramızı bağlayaq. Sapımızı kəsirik. Buradan da mənim həmişə sevimli priyomçukum eləyək. Baxın, bu kənarda hörüklər belə gəlir sırayla. Bu birləşmə nöqtəsində isə bu hörüyün səliqəsi pozulur. Bu halda nə edirəm? Bunu başqa master klassda da göstərmişdim. Baxın, bu yan hörüyə keçirik belə. Buradan sapı alıb keçiririk arxa tərəfə. Sonra həmin bu sap hansı hörüyün içindən çıxırdı? Ön tərəfdən onu bir dənə baxaq. Bir də. Deməli. Burada. Deməli, bu hörüyün bir yarısının içinə keçirik və sapı bir daha buradan çıxardırıq. Belə hörüklərimiz yanaşı gedir. Bu belə əzik-büzük olub, fikir verməyin, bunu bloklamaq lazımdır. Ya da ən azından bir kitab səhifələri arasına ağır şey üstünə qoyanda belə düzülənir. Ütüləyə bilərsiniz bunu. Belə. İstəsəniz hamısını eyni rəngdə eləyib belə birləşdirin, olsun geyim əşyası. İstəsəniz, nə bilim, nə rəngdə istəsəniz, axır ki birləşdirərək belə qəşəng bir əşya əmələ gətirə bilərsiniz. İnşallah ki xoşunuza gəldi, xeyirli olsun.